Salam əziz investorlar. Sizinlə Layihə Guru Markets şirkət haqqında ümumi məlumatla başlayırıq. Hər bir göstəriciyə biraz daha ətraflı baxaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Sözügedən korporasiyanın hər bir göstəricisini diqqətlə nəzərdən keçirə bilərsiniz. İndi isə şirkətin əsas göstəricilərinə baxaq. EBA Inc. Ticker EBA. Baxış o vaxtki məlumatlara əsaslanırdı. 28 mart 2025-ci il. Təsnifatına görə Guru Markets şirkət EBA Inc. alt kateqoriyaya aiddir. Delivery qiymətləndirmədə 56 təşkilat iştirak edir. Bu çox təmsil edicidir. Bu videonun sonunda sifariş cədvəlinə baxacağıq. Sözügedən şirkət üçün ümumi nəticə 10 baldan 1,5 bal. Alt kateqoriya üzrə orta bal 1,5 baldır. Geniş baxsanız, cəmi birja daxilində. Qeyd edək ki, bütövlükdə ABŞ fond bazarı üçün orta xal 1,9 baldır. Üçün 1,5 xalla qarşı EBA Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətinin müqayisəsi EBA Inc. və alt kateqoriyalı şirkətlər. 12 ay sonra hissələri görəcəyik. EBA Inc. 30,4%lik dəyişiklik göstərib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı 25,5%. Bu açıq şəkildə heç nə göstərmir, ancaq bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması EBA Inc. 31,14 milyard dollardır. Alt kateqoriyanın bazar kapitallaşması 3,91 milyard dollardır. EBA Inc. 1,7% paya malikdir və alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 5,13 milyard dollar həcmində qiymətləndirilir. 548 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə EBA Inc. 0,936% paya düşür. Bazar və balans kapitallaşmasının işğal olunmuş səhmlərini müqayisə edərək aşağıdakıları görə bilərik. İşğal olunmuş pay EBA Inc. alt kateqoriyada bazar dəyəri qiymətləndirilərkən %1,7-dir. Balans dəyəri 0,936% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 7% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Təhlil edilən təşkilatın maliyyə öhdəlikləri 7,806 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 152,2%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə nəticə pis, -1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 15,8-dir. Alt kateqoriyada orta hesabla 30 ilə bu alt kateqoriyadakı orta göstəricidən 47% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə səhm qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda mənfəət 1,975 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 2,488 milyon dollar olacağı gözlənilir. İndikindən 26% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 3. Alt kateqoriya üzrə orta göstərici 2,6-dır və alt kateqoriya üzrə orta göstəricidən 15% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja dəyərinin onun gəlirinə qiymətləndirilməsi dözümlü 0 bal. Son 12 ayda gəlir 10,340 milyon dollar olub.
Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 13,20 milyon dollar olacağı gözlənilir. İndikindən 26% çoxdur. Gözlənilən gələcək satış göstəricilərinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 19,1%, alt kateqoriya üzrə orta göstərici 8,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 10,3% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,42% təşkil edir. Bu, bazar kapitallaşma payından 140% azdır. Bu fakt şirkətin bazar dəyəri arasındakı uyğunsuzluğu göstərir. EBay Inc. Çox güman ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği 2707.000 dollara bərabərdir. Alt kateqoriya üçün isə 1129.000 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 139,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi dözümlü 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği 171,7 min dollardır. Alt kateqoriya üçün orta 37,6 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 357% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçi üçün satış həcmi 899.000 dollardır. Alt kateqoriyaya görə 426.000 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 111%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə hər bir işçiyə düşən gəlirin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriya üzrə orta hesabla 1,4% olmaqla satış əməliyyatlarının həcmi 5% təşkil edir. Bu mümkün qısa sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici ROAS 14 şirkət üçün %51 səviyyəsini göstərir. EBay Inc. Alt kateqoriya üçün ROAS səviyyəsi 14, təxminən 48%dir. Texniki cəhətdən alt kateqoriya qiymətli kağızlar şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. EBay Inc. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən 66,8 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 65,63 təşkil edir. Cari təxmin və konsensus proqnozunun dinamikası təxminən 2%dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə istinad sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Səhmlərin təhlili nəticəsində EBay Inc. Məlumat qiymətləndirmə sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Sifariş açmayın, çünki bu video baxışdır. Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets. Siz həqiqətən ən gözəl tamaşaçısınız.